bürcü 31 yanvar 2026-cı il. Gün nisbətən sakit keçəcək. Hətta çox tələsməsəniz də planlaşdırdıqlarınızın hamısını çatdıracaq və qarşısı alınmaz nəticələrlə üzləşməyəcəksiniz. Amma işlərdə böyük bir sıçrayış gözləməyə dəyməz. Ətrafdakılar çox güman ki, təşəbbüslərinizi təmkinlə qarşılayacaq, düşündüklərinizi reallaşdırmağa kömək etmək istəməyəcəklər. Buna görə də müstəqil hərəkət etməyə hazır olun. Planlaşdırılmamış xərclər mümkündür. Bəzi qoçlar əvvəlcədən düşünmədikləri alış-veriş etməli olacaqlar. Yəqin söhbət elə də böyük olmayan məbləğlərdən gedəcək və ciddi maliyyə itkiləri yaşamayacaqsınız. Amma yenə də xoşagəlməz məqamlar ola bilər. Buğa bürcü 31 yanvar 2026-cı il. İntuisiya səsinə xüsusilə diqqətlə qulaq asın. Məhz daxili səs səhvsiz şəkildə nəyin üzərində işləməli olduğunuzu, nəyə isə güc sərf etməməyin daha doğru olduğunu göstərəcək. Günün birinci yarısında əsas olan ikinci dərəcəli şeylərdən asanlıqla ayıracaq və sizi həqiqətən maraqlandıran mövzuya fokuslanacaqsınız. Bu yanaşma enerjinizi boş yerə xərcləməməyə kömək edəcək. Heç yerə tələsmədən gün ərzində yığılıb qalmış işləri yoluna qoya, təxirə saldıqlarınızı tamamlayıb ilin sonuna qalan günlər üçün planlarınızı düşünə biləcəksiniz. Həmkarlarla və tərəfdaşlarla söhbətlərdə özünüzü sərbəst hiss edəcək. Həm doğru sözləri, həm də inandırıcı arqumentləri asanlıqla tapacaqsınız. Maliyyə məsələlərində isə emosiyaların vacib qərarlara təsir etməsinə imkan verməyəcəksiniz. Əkizlər bürcü 31 yanvar 2026-cı il. Bugün məhsuldarlıq rekordu qırmaya bilərsiniz, amma yenə də xeyli iş görəcəksiniz. Üstəlik həddindən artıq yorulmadan ünsiyyətə və yüngül məşğuliyyətlərə daha uyğun bir əhvalı qorumaq mümkün olacaq. Kimsə əkizləri aktiv işləməyə sövq etməyə çalışsa belə, bürc nümayəndələri işləri sonraya saxlamağın xeyrinə inandırıcı arqumentlər tapacaqlar. Sizin yanaşmanız çoxlarının xoşuna gələcək. Ətrafdakılar tempi azaldacaq və biraz rahatlamaq istəyi hiss edəcəklər. Daha əvvəl qurduğunuz planlar təsadüfən və ya gözlənilməz hadisələr ucbatından pozula bilər. Qəfil zəng, təəccüblü görüş və ya birdən yaranan gözəl bir ideya buna səbəb ola bilər. Bütün bunlar həyata xoş rəng qatacaq, darıxmağa imkan verməyəcək. Kənardan baxanda günün sanki öz-özünə formalaşmasını izləmək maraqlı olacaq. Siz şərait asanlıqla uyğunlaşacaqsınız. Xərçəng bürcü 31 yanvar 2026-cı il. Köhnə səhvləri düzəltmək, nəyin səhv getdiyini aydınlaşdırmaq üçün fürsəti qaçırmayın. Kimsəni incitmiş xərçənglər günün verdiyi şansı istifadə edib günahlarını yumaq və münasibətləri düzəldə biləcəklər. Həm də küs olduğunuz biri ilə barışmaq, yaxud diqqət tələb edən işlərdə qayda yaratmaq mümkündür. Son vaxtlar özünə şübhə edənlərdə hər şey yaxşı gedişi yaranacaq və bu onlara güc verəcək. Belə xərçənglər vaxtı boşa verməyəcək, məqsədli şəkildə və çox sərfəli hərəkətlər edəcəklər. Enerjiniz artacaq, əvvəllər çətin görünən tapşırıqlara girişə biləcəksiniz. Aktivliyiniz və nikbinliyiniz diqqətdən yayınmayacaq və bu sizin xeyrinizə işləyəcək. Həmkarlar daha asan anlaşacaq. Rəhbərlik vaxtında göstərdiyiniz təşəbbüsü qiymətləndirəcək. Yeni tanışlar isə sizdən çox yaxşı təəssürat alacaqlar. Şir bürcü 31 yanvar 2026-cı il. Gün dinamik və hadisələrlə dolu olacaq. Bir neçə işi eyni vaxtda görməyi tapşırıqlar arasında tez-tez keçid etmək və mümkün qədər çoxuna çatmaq lazım gələ bilər. Bu qədər sürətli tempdə sakit düşünməyə demək olar ki, vaxt qalmayacaq. Tələskənlik, kiçik qarışıqlıq və gücün elə də rasional xərclənmədiyi hissi yarana bilər. Vaxtaşırı fasilə verib baş verənləri yerinə qoyanda özünüzü daha inamlı hiss edəcəksiniz. Ünvanınıza xeyli tənqid səslənə bilər. Bütün iradlar ədalətli olmayacaq və konstruktiv məsləhəti sadəcə narazıçılıqdan ayırmaq çətinləşə bilər. Hər şeyi ürəyinizə salmayın və dərhal özünüzü doğrultmağa tələsməyin. Deyilənlərdən nəyin həqiqətən diqqətə layiq olduğuna yalnız siz qərar verirsiniz. Qız bürcü 31 yanvar 2026-cı il. Diqqət tələb edən gündəlik işlərə və çoxdan həll olunmalı məsələlərə fokuslanmaq asan olmayacaq. Tez-tez xəyallara və fantaziyalara, eləcə də hazırda təsir edə bilmədiyiniz mövzular barədə düşüncələrə dalacaqsınız. Əgər rutini kənara qoyub günü yaradıcılığa həsr etmək imkanınız varsa, bugün ən doğru seçim elə budur. Maliyyə məsələlərini tələsmədən həll etmək daha yaxşıdır. Böyük alış-verişləri və sövdələşmələri ertələməyin. İmkan varsa vacib sənədləri imzalamayın. Yerinə yetirməsi çətin ola biləcək. Öhdəliklər altına girməyin. Tərəzi bürcü 31 yanvar 2026-cı il. Gün şəxsi işlərə vaxt ayırmağa, son vaxtlar sizi narahat edən sualları aydınlaşdırmağa imkan verəcək. Yaxınlar, həmkarlar və ya dostlarla münasibətlərdə xırda problemlər yığılıbsa, hər şeyi sakit şəkildə müzakirə edib ortaq məxrəcə gələcəksiniz.
Bir çox tərəzi vəziyyətə kənardan baxa, hisslərini anlayıb qarşı tərəfin mövqeyini dərk edə biləcək, qarşılıqlı etibar və hörməti bərpa etmək, münasibətlərə istilik və anlaşma qatmaq alınacaq. Gün iş və digər faydalı məşğuliyyətlər üçün pis deyil. Cari tapşırıqları tələsmədən rahat şəkildə həll edəcəksiniz. Maliyyə mənzərəsi də əlverişlidir. Gözlənilməz pul daxil olmaları artıq demək olar ki, unutduğunuz köhnə borcların qaytarılması mümkündür. Bu sizə xoş təəccübləndirəcək və özünüzə inamınızı artıracaq. Əqrəb bürcü 31 yanvar 2026-cı il. Əgər qətiyyətli və məqsəd yönlü davransanız, gün həqiqətən uğurlu keçəcək. Özünüzdə güc və inam artımı hiss edəcəksiniz. İntuisiya sizə bildirəcək ki, diqqət və israr tələb edən vacib tapşırıqlara girişməyin vaxtıdır. İş sahəsində müsbət tendensiyaların təsiri üstün olacaq. Planlarınızı həyata keçirməkdə nəzərə çarpacaq irəliləyiş əldə edəcəksiniz. Qətiyyətiniz və israrlığınız görünəcək və layiqincə dəyərləndiriləcək. Vacib danışıqlar, layihə təqdimatı və potensial tərəfdaşlarla görüş planlaşdırmısınızsa şübhə etməyin. Nüfuzlu insanlarda lazım olan təəssüratı yaradacaqsınız və bu yeni imkanlar açacaq. Ox atan bürcü 31 yanvar 2026-cı il. Bir çox işlər adətkindən çətin alınacaq. Əvvəllər tez həll olunan məsələlər bugün anlaşılmazlıqlar və uğursuz təsadüflər ucbatından ləngiyə bilər. Kiçik narahatlıqlar da mümkündür. Unutulan sənədlər, gecikmələr, texnikanın işi ilə bağlı xırda problemlər və ya razılaşmalarda qarışıqlıq. Ciddi problem olmayacaq. Amma sayının çoxluğu sizi qıcıqlandıra bilər. Bugün çox mürəkkəb və riskli işlərə girişməmək daha yaxşıdır. Onları daha uyğun vaxta saxlayın. Bu artıq səhvlərin qarşısını alacaq. Böyük alış-verişdən, vacib müqavilə imzalamaqdan və şübhəli layihələrə yatırım etməkdən çəkinin. Bir dəfə sizi yarı yolda qoymuş insanlara qarşı diqqətli olun. Onlara vacib bir iş tapşırmayın. Sözlərinizi mütləq yerinə yetirəcəklərinə arxayın olmayın. Amma köhnə dostlar siz istəsəniz məmnuniyyətlə köməyə gələcəklər. Oğlaq bürcü 31 yanvar 2026-cı il. Gün uğurlu keçəcək və xoş anlar gətirəcək. Bir çox məsələ gözlədiyinizdən daha tez həll olunacaq. Heç yerə tələsməyə ehtiyac qalmayacaq. Maraqlı tapşırıqları sakit tempdə yerinə yetirə biləcəksiniz. Ətrafdakılar sizi artıq əziyyət narahat etməyəcək. Fikirlərinizə hörmətlə yanaşacaq və yalnız həqiqətən ehtiyac olanda kömək istəyəcəklər. Bu, sakit iş mühiti yaradacaq və əsas məsələlərə fokuslanmağa imkan verəcək. Maliyyə məsələlərində səhv etməyəcəksiniz. Pulunuzu düzgün idarə edəcək, nəyə xərcləməməyin daha yaxşı olduğunu tez anlayacaq. Nədə izzətindən artıq qənaət etməmək lazım gəldiyini də görəcəksiniz. Yaxınlarla gələcək alış-verişləri müzakirə etmək olar. Dolça bürcü 31 yanvar 2026-cı il. Bu günü çoxdan öz saatını gözləyən köhnə ideya və planları reallaşdırmaq üçün istifadə edin. Sürətli və qətiyyətli hərəkət etsəniz, düşündüklərinizin çoxunu həyata keçirmək mümkün olacaq. Bu əvvəllər tam əlçatmaz görünən məsələlərə də aiddir. İşlərin öhdəsindən gəlməyə qeyri-standart həllər tapmaq bacarığınız və yaradıcı yanaşmanız kömək edəcək. Başqalarını çıxılmaz vəziyyətə salan tapşırıqlarda belə. Son vaxtlar işdə və ya maliyyə sahəsində ciddi problemlərlə üzləşmisinizsə, bugün onları necə həll etməyin yolu aydınlaşacaq. Yeni tərəfdaşların və ya yaxınlarda birgə maraqlı layihə etdiyiniz insanların vaxtında köməyi də istisna deyil. Sərfəli təkliflər mümkündür. Bəzi dolçalarda əlavə gəlir mənbəyi yarana bilər. Balıqlar bürcü 31 yanvar 2026-cı il. Gün bir qədər çətin görünə bilər. Səbəb xarici şərait yox, daha çox sizin daxili durumunuz olacaq. Başladığınız işə marağı tez itirə. Əvvəllər çox yaxşı yola getdiyiniz insanlarla ünsiyyətdən yorula. Qəbul etdiyiniz qərarların düzgünlüyünə şübhə edə bilərsiniz. Balıqların hamısı ardıcıl davranmayacaq. Bir çoxları gah bu işə, gah da o birinə əl ataraq mənasız bir təlaş yaradacaqlar. Xırda anlaşılmazlıqlar narahatlıq doğuracaq. Halbuki əslində onları ürəyinə salmağa dəyməz. Unutmayın, bugün sizi narahat edən şey ya öz-özünə yoluna düşəcək, ya da düşündüyünüz qədər ciddi deyil. Özünüzə arxayın deyilsinizsə, sadə və aydın işlərə fokuslanın. Çox çətin tapşırıqlara girişməyin və emosiyaların təsiri ilə vacib qərarlar verməyin.